Sayı 40 min nəfər ötən və böyük hərəkata çevrilən Asan Könüllüləri 2012-ci ildən etibarən 100 minlərlə gənci əhatə edən çox sayda tədbirlər həyata keçirib, layihələrə imza atıblar. Bugün minlərlə gənc Asan Könüllülük fəaliyyəti çərçivəsində yeni karyera və inkişaf imkanları qazanır. Bu ildə Asan Könüllüləri cəmiyyətə xidmət etmək, insanlara yardım etmək üçün öz fədakarlığını əsirgəmədilər. 2024-cü il ərzində 4000-ə yaxın gənc Asan Könüllüsü oldu. 650-yə yaxın tədbir, 2500-dən çox təlim, 200-dən çox şəxsi inkişaf yönümlü təlimlər keçirildi. 550 nəfər könüllü ixtisas yönlü təcrübə əldə etmə imkanı qazandı. Çoxsaylı peşəkar təlimlərə cəlb olundular. Yaşıl Dünya naminə bütün könüllülərimiz həmrəy oldu. Yaşıl Asan çərçivəsində 50-dən çox ekoloji layihə həyata keçirildi. Özbəkistan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir və başqa dövlətlərlə əməkdaşlıq çərçivəsində 15-dən çox beynəlxalq tədbirdə iştirak edən Asan Könüllüləri təmsil edildi. Fəaliyyətimizin əsas parçası olan şəxsi inkişaf istiqamətində 50-dən çox layihə, 300-dən çox təlim mədəniyyət istiqamətində 10 ustad dərsi, onlarla görüş, tədbir, 2 tamaşa həyata keçirilmişdi. Vətəndaşlarımızı sosial məsuliyyətə çağıran Asan Məktub sosial proqramı çərçivəsində 1077-dən çox uşağın arzusu reallaşdırıldı. Əskərə məktub çərçivəsində 10 mindən çox məktub yazıldı. Müxtəlif düşərgələr, qrant hədiyyələr, yarışlar, ekskursiyalar və daha nələr təşkil edildi. Bugün dünyada milyonlarla könüllü cəmiyyətə xidmət etmək, insanlara dəstək olmaq və daha yaxşı bir gələcək qurmaq üçün bir araya gəlir. Beynəlxalq Könüllülər günündə biz Asan Könüllüsü olaraq ölkəmizdə yaşayan hər bir gənci könüllü dəyərlərini yaşatmağa çağırırıq. Günümüz mübarək, Asan Könüllüləri.